Hörmətli Ceyrə Vasıkarlar, mən Qeyrət Zotu bir daha sizləri salamlayıram və sizlərə bir kiçik şeir parçasını çatdırmaq istərdim. Deyir, yenə axşam düşdü, gün qaraldı. Çörək yox, ac yatır, külfət ay kasıb. Qoymazlar irəli gələsən səni, dağlar kimi baxdın da yatıb ay kasıb. İkidən, üçdən yuxarı vermədi zərin. İkidən, üçdən yuxarı vermədi zərin. Dərdin çoxalanda fikirləşlərin. Tam gölçüdə basırılır, nə dayaz, nə dərin. Ağa da, xan da, nökər də, torpaq altda yatır ay kasıb. Əymə qəddini, sındırma özünü. Deyiləsi yerdə decilən sözünü. Vecine dalma cədələrin milyonlu yüzünü, Allah sənin harayına çatır ay kasıb. Canın sağ olsun, baxma cinanvara. Bir Allahı çağır, düşəndə dara. Fələk varlığı da, kasıbı da yora. 5 metr ağlə yola sal ay kasıb. Var düşdə əlinə maraqlanacaqlar. Əlinə var düşdən maraqlanacaqlar. Olanı qopanıb bil alacaqlar. Səni əvvəlki gününə salacaqlar. Var tapanda səsini batır ay kasıb. Bilirəm həyat sıxır, fələk döyür səni. İş, güc, qara günlər əyir səni. Səndən varlılar vallah bəyənmir səni. Dünyanın sonu yetir ay kasıb. Bilirəm ay kasıb, sən varlana bilməzsən. Yaltaqlıqla qazanılmış çörəyi yeməzsən. Hər yetən gədiyə qadan alım deməzsən. Çoxu var üçün namus satır indi ay kasıb. Atılma həyatın boş oyunlarına. Məcnun pula görə qiymət verir indi yarına. Sən satmadın kişiliyi bir boğaza, bir qarına. Az da olsa çörəyini Allahdan çatır ay kasıb. Can verdi Firon qızıl taxtında. Qeyrət zotluyam, dəhşətdir düşünəndə həyat haqqında. Ömür çox qısadır, yaxşı yaşa vaxtında. İnsan ömrü bir nağla bənzər ay kasıb. İnsan ömrü bir nağla bənzər ay kasıb.